salamlar dostlar. Vlogu başlatmağı unutmuşam. Mən artıq Parisə gedən qatardayam, amma hələ də Almaniya sərhədləri içərisindəyəm. Gedirəm Fransaya gəzməyə. Görək necə olacaq. Məncə yaxşı olacaq. Dostumla gedirəm. Sadəcə dostum saçını başını düzəldir. Burdadır. Salamdır. Salam. Bəli, 3 gün, 2 gecə bizlə bərabər olacaqsınız. Mən və Aysel dostum. İzləmədə qalın. İstəmədə qalın, düz deyir. Dəhşət yuxum gəlir. Biz hal-hazırda gəldiyimiz yolu qayıdırıq əslində. Çünki yola diqqət eləməmişik. Sənnəmə bizə yaxın olan bir stansiyadan gedirmiş bu və biz daha uzaq bir stansiyaya gəlib gedirik Parisə. Nəysə, amma sonda ki qatardayıq artıq və gedirik, görək necə olacaq. Yolda danışarıq. Nuray makyaj edib geri qayıtdı. Haradasa, yəni biz az qalıb Parisə çatmağa, haradasa 1 saat qalıb, yəni artıq Almaniya sərhədindən çıxmışıq, çox şükür. Biraz yatmağa çalışdım, amma yəni mən yolda yata bilmirəm, nəysə, yəni yuxusuzluqla bir şəkildə davam edəcəm. Getdim, əyini də dəyişdim, tam Parisə uyğun. Əslində biz Parisdə qalmayacağıq, oradan Pontorson şəhərinə keçid eləyəcəyik, amma sadəcə 1 saatlıq da olsa Eyfeli görmək istəyirəm. Belə. Amma Parisə yəqin ki təzədən yenə qayıdacağımız gün yenə Parisə gəzəcəyik, amma Eyfeli görmədən olmaz. Onun şərəfinə biraz bəzəndim, elədim. Yorğun da olsam əsla bəzəmləyimdən vaz keçmirəm. Elə yəni dedim ki, yaxşı görünürəm. Fotoaparatımı da götürmüşəm. Şəkillər çəkdirəcəm. Elə. Amma çox acmışam. Biraz yemək yeyim, bir şeylər atışdırım. Görək necə olur. Telefonumun bateriyası da sönür. Tez onu taxım şarja, biraz enerji yığsın. Biz indi Parisə çatmışıq, amma səsim gəlmir 100%. Biz Parisə çatmışıq, Parisdə o qədər belə qalma-qallı bir yerdir ki, çox qarışıqdır hər şey, amma bir şəkildə çatmağa çalışırıq. Çox şükür elədim ki, mən Parisdə yaşamıram. Həqiqətən. İndi Paris'teyik. Az önce gördüm Eyfeli. Yani Eyfeli görəndəki o həyecanım vardı. Bütün tramvay neydi? Metro bildi ki Nuray işləmədi Paris'e gəlir. Nurayim Paris. Nurayim Paris. Bizim içəri şəhər oxşuyur. Aysel demiş. Bakı yani. O boyda Fransa'ya gel, buraya da Bakı'da. Ben görmürəm. Çok heyecanlı olmuştum ama görmedim işte. Ama havada qəribə bir nəmişli bir istilik var bu arada. Anlamadım şəkildə. Gələndə qatarla çox üşümüşdüm, kondisioner olduğu için. Ama hal-hazırda məni isti basıb. Fransanın istiliyi. Ay, təkəsən öldüm ama çok güzel bir mənzərədir. Dəhşət çox adam var burada. Dostlar, Eyfeli gördük. Çok beğendim. Ben o sırada neçə dəfə görüb ama neyse. Ben ilk dəfə də görürdüm. O kadar şəkillər çəkdim ki. Biz buraya yenə qayıdacağıq. Burada qalmaq və yaşamaq məncə heç praktik deyil. Heç, həqiqətən. Çox qəşəngdir amma. Bəli, buradayım. Özümü çəkimi hiss edirəm. Avropaya pul qazanmağa gedən dayılar kimi. Bir dənə şəhəni görək. Avropaya ayaq basan ilk kəsə. Eynən. Amma çox gözəldir yenə də. Dəmir yığını da olsa, şəhər çox basılıq da olsa bəyəndim. İndi isə dostlar qayıdırıq şeyə. O qatar stansiyasına. Çünki bizim getmək istədiyimiz şəhər isə başqa bir şəhərdir və biz 2 gecə orada qalacağıq. Bu dəqiqə əsl reaksiyamı çəkirəm. Çünki o qədər istilik qaça-qaça gəlmişik və mən istənilən kimi saçma necə gəldi yürüməm, Aysel dərəm. Amma elə bir viddə gəlib çatmışıq ki, həqiqətən. Çünki mənim mindiyim, mənim oturacağım kimsə tutub oturub mənim yerimdə məcbur. Allahdan Aysel'in oturduğu yer boş idi. Orada oturdum. Çox istidim, neysə gedirik başqa şəhərə, Rennes şəhərinə. Rennes şəhərinə də Pontorsona çox qatara minirik, amma əslində hər yeri dayana gəzirik. Çünki getmək istədiyimiz yer biraz daha ada kimi bir yer. Ada sanırdım. Yarımada deyil. Yarımada kimi bir yer olduğu için biraz ora kimi nə qədər qatar avtobus dəyişirik, yəni olsun denəcək. Dostlar, deməli bizə çox ciddi bir problem baş verdi. Yəni ciddi bir problem dediyimiz həll olunacaq bir şeydir, amma necə həll edəcəyik onu bilmirik. Deməli biz çatacağımız indi getdiyimiz şəhərdən başqa bir tramvaya minib evə daha doğrusu istədiyimiz yerə getməliydik.
Amma biz o bileti çox gecikdirdiyimiz üçün dedik ki, ora çatanda alarıq bileti. Çünki standart qiymətlərdir. Bizə düşündük ki, gündəlik biletlərdir. Ona görə orada çatanda ala bilərik, amma elə deyilmiş. Ya ora çox turistik bir yer olduğu üçün bu gün heç bir bilet yoxdur. Başqa yol varmı? Var. Yəni birbaşa getməyəcəyik. Dolayla getmək seçimi var, amma o zaman da otelin check-inə gecikmiş oluruq. Çünki otelin check-ini 7-dədir və biz 7:40-da çatırıq. Bilmirəm necə olacaq. Ora çatanda işlərdən soruşacaq ki, başqa bir yolu varmı? Yoxdursa ya qatarla, ya da ki, əgər otelə check-inə gecikmək istəmiriksə, taksi ilə getməliyik. Taksi də Uber-lə 70 evrodur. Yəni burada taksilər həqiqətən bahadır. Amma başqa çarəmiz yoxdur, çünki küçədə qalacağıq digər halda. Qorxumuzdan qayıdacağımız günün biletini indidən aldıq ki, bir də o duruma düşməyək. Çünki qaydanda daha böyük problem çıxa bilər. Bilmirəm. Amma nəysə, gəzə-gəzə doza gəlib çıxmalıyıq ora. Yəni başqa çarəsi yoxdur da həqiqətən. Dostlar, deməli bu səyahətdə başınıza gəlməyən qalmar. Mən ümumiyyətlə hər şeyim qalma-qallı keçməsə olmaz, yəni. Mən həyatda elə bir insanam. Nəysə ki, biz bayaq dediyim kimi bir ağılsızlıq elədiyimiz üçün bir dənə bileti almamışdıq ki, yol üstü hazır alarıq kağız şəklində. Onsuz da regional qatardır. Hər gün yəni eyni səbəbdə qatar var. Nəysə ki, elə olmadı. Bu gün nəsə xüsusi bir gün imiş və qatarlar çox doludur və bizim gedəcəyimiz qatar da bu günün ən son qatarıdır və o doludur. Nəysə ki, ona minə bilmədik. Taksilər çox bahadır. Taksilər ümumiyyətlə burada Azərbaycanda kimi deyil, çox bahadır. Bizim gedəcəyimiz yer, yəni üzüb quyruğuna gəlmişik və cəmi 25 kilometr qalıb otelə getməyə və həmin şəhərə getməyə. Və 25 kilometr üçün biz 70 evro ödəməliyik. Yəni bu nə deməkdir? Ki, 10 dəqiqəlik bir məsafə qaldığı üçün qatarla risk edək, qatara minək. Ümid edirəm ki, bizi yoxlamazlar. Yoxlasalar da ən azından taksiyə verəcəyim pulu cəriməyə verərəm, belə düşünürəm. Bəs bizə rəhm də edə bilərlər. 10 dəqiqəlik yoldur, yəni cəmi cümlətən 10 dəqiqəlik yol üçün əziyyət çəkirik. Xeyirlisi. Dostlar, bu dəqiqə elə hiss edirəm ki, biz bir dənə şansımız var idi həyatda. Onu da az öncə istifadə elədik. Bu əlimdəki nədir? Əzmişəm yazırdım. Biz deməli bu qatarı deyirdik ki, axırıncı dedim ki, çalışacaq ki 10 dəqiqə yol olduğu üçün biletsiz minək. Cərimə olunmaq şansımız var idi. Amma qatar səsindəki bir xanım işləyən, nə deyirlər ona, servisdə işləyən xanım deyək. Maraqlandı bizlə. Bizim üçün işçilərdən xahiş edik ki, qatarın içində bilet alaq. Çünki qatar full idi deyirə görə və full deyildi bu arada. Amma nəysə bilet yox idi, amma xahiş edilər ki, qatarın içində alaq bileti. Və təşkil edilər, qatarın içində fiziki şəkildə ödədik, aldıq bileti və gəlib çıxdıq şəhərin sonunda. Belə yəni, indi piyada gəzə-gəzə otelə gedirik. Belə, çox xoşbəxtlik. Qartasız səyahət deyəcəm, amma ödürəm yorğunluqdan. Gələk necə olur? Gedək otelə çıxaq. And finally, oteldəyik. Ay Allah, sonunda çatdı. Yine bir otaqda mı? Gayet yaxşıdır məncə. İndi gəldik yemək yeməyə. Otelin yanında bir Tayland restoranı öldürdüm. Tayland restoranı tapmışıq. Çox dadlıdır yeməklər və restoranın siftəsini biz elədik gələndə. Bizim ayağımız müştərili oldu və başqa müştərilər də gəldi. Mən həmişə bu şeyə inanıram, ayağın yengil olmaq məsələsinə. Nəyimizi yeyirik, mən bitirməyə çalışacağım təbii ki. Mən qırmızı ətli bir bowl sifariş elədim. Ayseldə vegetarian bir şey, sadəcəli toxulu. İlk dəfə əti pambıq kimi pişirən bir yer tapdıq. Yəni o qədər random bir yerə gəlib çıxmışıq ki, yəni adi otelin yanında yolun qırağında olan bir restorandır. Necə bir təşəkkürümüzü bildirək. Böyük ehtimalla Google Maps-də yaxşı rəy yazacağıq. Və Aysel çox acı idi. Bayaq acı olanda az qalan məni yeyəcəkdi. Neysə. Canım dostumdur, katlanır. Sağ ol. Don giyinmişəm. Dəxilsiz amma neysə, şəkil çəkməyə çalışacağım. Yeməyimizi yedik və indi də çıxdıq gəzməyə bu şəhərə. Çox balaca şəhərdir, amma çox qəşəng şirin küçələr var. Belə balaca da olsa və çox bayıldıq. Gəzirik yavaş-yavaş. Aysel də heyrətlə baxır. Amma əslində maqnit dükkanı axtarırıq. Deyirəm sənə. Maqnit mağazası axtarırıq. Göz birə maqnit alaq. Çünki mən maqnit yığıram getdiyim yerlərdən. İndi isə gəzirik.
və həmin küçədən biraz üşüdüm üçün bunu geyindim. Həmin küçədən belə bir yerə gəldik, çıxdıq. Çox gözəldir. Burada hava çox yaxşıdır. Parisdə çox rütubətli idi məncə. Amma burada həqiqətən təmizdir. Biraz sərindir. Mən də don geyinib çıxmışam. Və mən və mənim heç hara nə geyinəcəyimi bilmədiyim davranışlarım. Buralar əslində şəxsi evlərdir, amma çox gözəldir. O bayraq axşam. Düz bunlar adi küçədir. Biraz baxanda Sovetski küçələr oxşuyur biraz bu tərəflər, amma belə gözəl evlər var random şəkildə. Amma bəyəndim. Yəni ümumən şəhərin bu havası çox şirindir və demək olar ki, hündür bina yoxdur və bütün evlər həyət evlərdir və şəhərin havası çox şirin olur onda. Huzur dolu. Eynən. Sabahınız xeyir dostlar. Biz indi yuxudan durduk. Heç durmaq istəmirdik, amma durduq. Sonra ona qədər yorulmuşduq ki. Və buranın boyundan deyə bilir ki, bir Azərbaycanda asıl klasik bir evdəyim. İsə düşürük səhərimə ilə. Sonra da qalxacağıq, biraz dincələcəyik. Sonra da keçmək istədiyimiz yerə gedəcəyik. Çox yorulduq, dincəlmək lazımdır. Bilmirəm. Dünənlərim o gəzdiyim görüntüləri paylaşmışam, ondan sonrası yoxdur. Çünki çökmüşəm. Gəldik səhərimə ilə. Mən də bilirəm bunların adını. Mən elə bildim bu qadın dil edir. Yağlı pendir falan. Ne oldu? Nasıl pendir isminin adı? Hələ bunlar Küfrəmiş pendirlər. hələ yəni. İyisinə görədir səndə o. İyi, bir tat duygusu birbirine qarşı. İyini sinirdən da normal duzlu pendirdir. Ama bu tiksintilərimdən ötürdü da. Sən bu pendiri yesən, 3 gün ağzından bu yiyəcək. Yəni o dərəcə. Keçi nasıl var burada? Niyə bagetin üstünə paça? O da olar. Sağın kifləndirilmiş pendirləri var. Bu da onlardır və Aysel bunu çox, heç də sevmir, yəni çox da sevmirdi boşu. İlk sən də sınav. Də qorxdu beni. Necə şeylərdir sən məni? Allah qadı kəl pendiri dadır. Abart. Valla. Bizim keçi pendirlərindən fərqlidir. Belə keçi pendiri olur. Məncə bizim işlər daha dadlıdır, amma bunun dadı tez sönür. Sönür mü? Qoxusu pisdir. O genizdə qalan bir qoxusu var. Evet. Burada 3 dənə fərqli pendir var. Birini yoxladıq. Okeydir yəni belə. Bu da şeydir. Bu yox. Bunun iyisi çoxdur. Burnumu çox şey edir, narahat edir. Ne? Ağacı çək kapıya sonra gidelim də. İndi isə gedirik o nəzərdə tutduğumuz yerə. Mont Saint Michel, yəni yarımada kimi yerə. Sadəcə olaraq bizə velosiped lazımdır. Ora qədər gəzmək də olar. Çünki aldığımız yer yaxşı yerdir və sadəcə 1 saat 30 dəqiqədir. Və 1 saat 30 dəqiqə olduğu üçün piyada getmək elə də uzun müddət deyil də. Amma velosiped olsa daha yaxşı olar. Görək haradan velosiped kirayə eləyə biliriksə, eləyək. Alınmasa da gedəcəyik piyada. Biz yeməyimizi yedik. Belə nəysə, çox acımışdıq. Dümdüz şəkildə gedirik. Bu yolu eləcə dümdüz gedəcəyik. Haradasa saat yarımlıq yolumuz var. Deməli, biz yolu gecə-gecə gedirik. İndi belə bir sonunda, yəni bu yola gəlib çıxmaq üçün biraz əziyyət çəkdik. Əziyyət çəkməkdə oldu. Mən biraz qorxular yaşadım. Mənim yüksəklik qorxum olduğu üçün və plus yüksəkliyi magistral yola baxaraq gedirsənsə, həqiqətən dəhşət qorxuram və elə bir yoldan keçdik deyə biraz qorxularla yaşadım, amma sonunda normal bir yola keçid edə bildik. Buradan gəzə-gəzə dümdüz istədiyimiz nöqtəyə doğru, şəhərə doğru gedirik.
Dostlar, indi çox az qaldı. Biz Mont Saint Michel'a gedirik və oradan əvvəlki axırıncı şəhər Beaver deyilirdi, nə deyilirdi? Beaver, neysə onu. İndi şəhərə gəzə-gəzə gəldik, çatdıq. Əgər bu balaca kəndləri şəhər olaraq sayırıqsa, gəzə-gəzə 2 dənə şəhər keçmişik hələ ki. Məncə yaxşı şeydir. 8 kilometrdə. Nasıl yoruldum bayağı. Onda gəldik, çatdıq. Yoruldum ama olsun. Buradan görünmür. Getmək istədiyimiz yer budur. Çok var. Burada qoyunlar var. Böyle axır ki o nöqtəyə gəlib çıxdıq. Biz haralardan keçdik. Yəni o tərəflər qoyunlar var idi. Oralardan keçdik. Və budur. Yavaş-yavaş gedirik. O qədər əziyyət gəlib çıxana kimi inanırsınız saatlardır biz yoldayıq və gəzə-gəzə gəlirik. Saatlardır. Ama olsun değdi bence. En güzel oldu. Çok güzel gördüm. Gəldik, çıxdıq. Hal-hazırda qalanın içine girdik. Və qalanın balkonundan yuxarı çıxdıq, mənzərəyə baxırıq. Və həqiqətən çox gözəldir. Və aşırı yoruldu. Az önce körpüdəydik, orada körpü var. Dostlar, biz deməli biraz şəhərini gəzdik qalanın. Orada çox qarşılıydı. Oturmağa yer axtarırdıq. Ve böyle oturduk, dondurma yedik ama bütün yerlerde demiyorlar ki rezervasyon talep edirdiler. Ona göre eğer buraya gelen varsa normal diye xahiş edirəm, əvvəlcədən neyse rezervasiya edeyim. Biz bilmirdik. Biz bu güzel boyu heç də bilməmişik yani. Neyse, mənlə beraber öyrənirsiniz. Gerek hara çıxdıq. Xahiş edirəm əvvəldən rezervasiya. Həqiqətən. Böyle profesyonel şekilde işıq tutmuşum. Biz əslində piyada qayıdacaqdıq. Bayaqki kimi hiking eləyərək gəlirdik. Amma çox geç çatacaqdıq o sırada. Hava artıq qaralmağa başlayıb. Ona görə taksi çağırmışıq Uber'lə. İndi taksini gözləyirik. Belə taksi hardasa 2-3 dəqiqəyə çatmalıdır. Gedək, biraz bir şeylə yeyək, içək. Sonra da yataq. İndi biz otağa çatmışıq. Amma o qədər yorulmuşam ki, deməli biz ilk öncədən deyim ki, Mont Saint Michel'i hədsiz dərəcədə çox bəyəndim. İnanılmaz gözəl bir görüntüsü var idi. Həqiqətən kameradan onu çatdırmaq mümkün deyil. Onun ətrafı, içərisi, oradakı olan vibe, atmosfer çox tamamilə başqa idi. Yəni kameradan həqiqətən onun çox yəni az bir faizi keçir. Amma yenə də maksimum dərəcədə göstərməyə çalışdım. Dedirəm ki, sizlərin də bura yolu düşər, bura bir səyahət planınız olar. Biz ora hiking edərək getdik. Yəni düşündük ki, hiking kimi olar. Çünki həqiqətən bizim qaldığımız oteldən ora, yəni biz Pontorson şəhərində qalırıq və həmin nöqtəyə hardasa bir 9-10 kilometr var deyərdim. Və bizim qaldığımız yerdən oranın təkcə parking ərazisinə 1 saat 38 dəqiqə idi yol. Biz ora kimi gəzdik, sonra gördük ki, əslində getmək istədiyimiz yerə hələ də 1 saat var. Ona görə mən deyərdim ki, 2 saat 40 dəqiqə hətta, yəni yol tutur piyada olaraq. Və biz həddindən çox gəzdik. 30 minə yaxın addım atmışıq, təkcə ora gedib çıxdıq. Oraları biraz ətrafını gəzəndə o qədər gəzmiş olduq. Amma mən deyərdim ki, çox zövq aldım. Hədsiz dərəcədə yorulsam da yolun özünü gəzmək, çoxlu yerlər görmək məncə gözəl idi. Amma qayıdanda çox gec olacaqdı, qaranlıq olacaqdı. Ona görə taksi ilə qayıtdıq. Uber'ini sifariş verdik. Yəni gözlədiyimdən ucuz oldu. Biz taksiyə qalacağımızı planlaşdırmamışdıq.
Amma əvvəlcədən görə planlaşdırsaydıq, biraz daha da gec qayıda bilərdik. Çünki gec qayıdan, yəni oradan biraz gec çıxanda həmin qalanın işıqlı, yəni görə bilirsiniz. O qala artıq işıqlar yandırılır və çox daha gözəl görüntü olur. Amma ən azından gün batımı görüntüsünü tuta bildik. Çünki ən əsas ona görə biraz axşama qədər orada durduq. Heç olmasa gün batımını görək, çünki orada çox gözəl bir mənzərə ortaya çıxırdı və o anı görmək istədik. Bu gecə də burada qalırıq və sabah səhər tezdən buranı tərk edirik. Sabah səhər saatlarında biz artıq gedəcəyik Parisə, birinci Rennes şəhərinə, sonra Parisə və Parisdən də Almaniyaya. Biraz tətil qaça-qaçlı keçmiş ola bilər, amma həqiqətən çox bəyəndim. Pontoşan şəhərinin özünü də çox bəyəndim. Çox balaca, çox şirin şəhərdir. Cəmi 4-5 min insan yaşayır əhali olaraq. Bu belə özü göstərir ki, nə dərəcədə yəni balaca bir şəhərdir. Belə yəni, ümid edirəm ki, sizlərin də bura yolu bir gün düşər və sizlər də buranı bəyənərsiniz. Bəli dostlar, sabahınız xeyir. Biz oteldən check-out elədik və hal-hazırda gəzə-gəzə qatar stansiyasına gedirik. Oradan Rennes şəhəri, sonra Paris, sonra Almaniya, yəni ev. Almaniya ev demək də ayrı bir səviyyə. Biraz yorğunuq, bizə 2 gün lazımdır ki, dünənki o kilometr aralığımızdan çıxsın, amma çox acmışam ki, bir şeylər yeyək Rennesdə. İndi dostlar, Rennes şəhərinə gəldik. Bizim Parisə gedəcək olan qatara hələ 3 saat olduğu üçün burada biraz gəzəcək, bir şeylər yeyəcəm. Səhər yemək yeməmişəm çünki və acam. Amma Parisdən başqa məncə Fransanın hər yerində hava bu dəqiqə gözəldir. İsti deyil, biraz sərindir, ona görə uzun qol geymişik, biraz üşüyürük sanki. Saçımı yığmalıyam mütləq şəkildə. İndi bunu yeyirəm. Çox atmışam, yuxum da gəlir. Amma Ayşə xanım yenə şikayət etməni istədi. Elə danışsan, elə bir mən hər bir şikayət edirəm. Yox canım. Əslində olan nə? Burada Rennesdə biraz gəzirik. Burada çox gözəldir. Bir-iki mağazaya baxdıq, Yevroşaya və s. Çox gözəl şeylər var idi. Hava da çox yaxşıdır. Bu şəhəri də sevdim. Bu şəhərin də havasında demişdik yoxdur və məncə gözəldir. Amma bir də fərqli var ki, çox dirənçi var. Yəni mənə ən az 2 dirənçi yaxınlaşdı, pul istədi. Bilmirəm. Amma nəzakətli formada yaxınlaşdım. Buraların dirəncisi də fərqlidir deyəsən.